Xoş gördük əziz dinləyicilər. Hələ də dünyada bilirsiniz ki, Trumpın təqdim etdiyi sülh 28 bənddən ibarət sülh təklifi bütün dünyanı çulğuluyur və demək olar ki, bütün dünya mediası bundan danışır. Əlbəttə o 28 bəndə baxdıqda baxırıq görürük ki, kifayət qədər absurd və kifayət qədər qeyri-ciddi hazırlanmış bir sülh sazişidir. Hələ məsələ bitməyib. Əlbəttə bunun müzakirələri gedir. Artıq dünənlərə Zelenski xalqa da müraciət etdi. Əlbəttə onların da razılaşmadığı məqamlar var bu məsələ ilə bağlı. Məsələ qalıb Trumpla Zelenskinin baş tutacaq söhbətinə. Yəni bu baş tutacaq söhbətdən sonra, baş tutacaq diskussiyadan sonra yəqin nələrsə əldə ediləcək. Amma onu deyə bilərik ki, bu bugünkü vəziyyətdə belə qəbul ediləcək sülh sazişi Ukrayna üçün heç də hər şeyin itirilməsi demək deyil. Ukrayna yenə də Avropa Birliyinə doğru gedəcək. Avropanın təhlükəsizlik məsələsi, Ukraynanın təhlükəsizlik məsələsi masada olacaq və sair və ilaxır. Amma bu günləri ortaya qoyulan bu media və Rusiyadan da körüklənən bu xəbərlər hələ absurd, hələ mənasızdır. Burada heç kəs heç nəyə parçalamayıb, heç nəyə bölməyib. Və de facto anlayışı da bilirsiniz ki, bu de jure anlayış deyil. Orada olan bəndlərdən biri də belədir ki, biz de facto nəyi tanıyırsan? De jure tanınır da, yəni hüquqla tanınır. De facto tanınma məsələsi deyil. Ona görə də hələ ki, bəndlərdə kifayət qədər açıqlamalar, absurd məqamlar var. Onların əlbəttə fırladılması, onların dəyişdirilməsi məsələsində Avropanın da bir mövqe olacaq, Zelenskinin də bir mövqe olacaq. Əlbəttə, amma Zelenski dünənlər xalqa da müraciət etdi. Bildirdi ki, mən heç vaxt xəyanətə qol çəkməyəcəm, çünki çəkə də bilməz. Əlbəttə, son sözü yenə də Ukrayna xalqı deyəcək. Amma bugünkü şərtlərlə belə, Trumpın təqdim etdiyi bugünkü şərtlərlə belə əgər sülh, yəni əsasən də atəşkəs qəbul edilərsə, bu heç də Ukraynanın məğlubiyyəti deyil. Əsas məsələ ondan ibarətdir ki, Rusiya öz istəyinə çata bilmədi, Ukraynanı denasifikasiya eləyə bilmədi, demilitarizasiya eləmədi və bütünlüklə demək olar ki, Ukraynanı itirmiş olur. Təşəkkür edirəm diqqətinizə görə.